Nəyəsə görə biz ev alanda və onu təmir etdirəndə ilk növbədə məişət rahatlığımızı düşünürük. Misal üçün, mətbəx harda olsun və necə yığılsın? Xanımımıza bu və ya digər şkaf rahatdırmı? Əlləri müəyyən qablara çatacaqmı? Soyuducu və paltar yuyan harda olsun? Qonaq otağından yataq otağı görsənirmi? Qonaq gələndə onu hansı istiqamətə yola salar? Təbii ki, bütün bunları düşünmək lazımdır. Amma vacib olan bu deyil. Vacib olan sənin və ailənin ruhunun xoşbəxtliyini təmin edən ortamdır. Sən yeni tikilidə yaşayırsansa, özünü və ailəni sosial həyatdan təcrid etməli deyilsən. Biz hər köçdüyümüz ortamda özümüzün və övladlarımızın sosiallaşmağını təmin etməliyik. Yəni, qonşularımız kimdir? Həyətdə uşaqların oynamağı üçün yer varmı? Metrosu, marketi, bağçası, kafesi əl çatandımı? Ümumiyyətlə, binamız, kompleksimiz prestijlidirmi? Metropark Bakıxanov həyatla səni qonşu edir. Qərarını indidən düz ver. Həyatla qonşu ol.